Bax, hər nə qədər də dərs çalışsaq, bu müəyyən bir yerə qədər kifayət edir. Bu gün buraxılış imtahanında Azərbaycan dilindən olan nəticəni 15 və ya 20 bal qədər artıracaq taktikalar verəcəm. Və bunlar dərs əsaslı deyil, texniki edilə biləcək, ümumiyyətcə hər kəs tərəfindən edilə biləcək taktikalar olacaq. Və çox xahiş edirəm, videoyu keçməzdən öncə əlində bir qələm və yanında bir dəftər olsun. Mən dedikcə o maddələri tək-tək not et, lazım olanları da özündə tətbiq edə bilərsən. Mən Mehrac, kanalıma xoş gəldin. Əvvəla ilk maddəmiz nə olar? Bildiyin kimi, Azərbaycan dili mətn və qrammatika suallarından ibarət 2 hissədən olur. 20 dənə mətn sualımız, 10 dənə isə qrammatikadan sualımız olur. Çox insan gedib qrammatikaya üstünlük verir, amma bilmirlər ki, balın 4-də 3-ünü verən məhz mətnlərdir. Mətnlərlə bağlı bir çox gənc problem yaşayır, amma halbuki mətnlər qrammatikadan daha rahat olur. Necəmi? Gəl sənə başa salım. Məsələn, sən mətnlərin qapalılarını yaza bilərsən, ancaq açıqlar sənə daha çox bal verəcək. Ona görə açıqlara üstünlük verməlisən. İlk olaraq hər kəsin yaralı yeri olan və ya çox insanın yaralı yeri olan üslubiyyat sualı ilə bir başlayaq. Məsələn, imtahandasan, oturdun, qabağında kitabça var və belə bir sual çıxdı. Məsələn, 2 dənə mətn verdi, bir səndəki mətn var, bir də çərçivədəki mətn var. Tamam, indi mətnlərin nə üslubu olduğunu bilmirik, ancaq orada bir şey var. Ortaq xüsusiyyətlər. Ortaq xüsusiyyətlərə bax, istənilən üslub üçün keçərlidir. Bu 2 maddəni yazsan, həmin hissədən sənə tam bal verəcəklər. Ədəbi dilin normalarına tabe edir, funksiyonal üslubdadır. İstəyirsən bir də not et. Ədəbi dilin normalarına tabe edir, funksiyonal üslubdadır. Bunlar sənə kömək edəcək. İstənilən üslub üçün keçərlidir, yəni ortaq cəhətə yazsan, istənilən üslub üçün keçərlidir və səndən bal qırsalar, gəlib mənə şərhlərdə yazarsan. Ancaq, məsələn, çərçivədəki mətnin publisistikmi və ya rəsmi işgüzarmı üslub olmasını da məhz fərqləndirə bilməyən insanlar var aramızda. Necə olur, məsələn, Meyraz, bəs biz necə bilək ki, hansı publisistikdir, hansı isə rəsmi işgüzar üslubudur? İçərisində, məsələn, maddə, qanun və ya əmr edirəm, razılayıram, məktub göndərirəm, protokolu yerinə yetirirəm, mən müraciət edirəmsə, içində maddələr varsa, bil ki, bu rəsmi işgüzar üslubdadır. Yaxşı, bəs rəsmi işgüzar bildim. Mən ora nə yaza bilərəm? Sadə dildə, bax. Rəsmi işgüzar üslubu nədir? Dövlət dilidir, yaza bilərsən. Dövlət əhəmiyyətlidir, dövlət dilindədir, sənədlər və ya məktubların dilidir, yaza bilərsən. Başqa da nə yaza bilərsən? Sadəcə yazılı formada olur. İstəyirsən videonu biraz geri sar və oradakı maddələri not et. Yəni, dövlət əhəmiyyətlidir. Bildiyimiz kimi adı üstə rəsmi və işgüzar üslub dövlət əhəmiyyətli olacaq. Daha sonra gəldik. Publisistik üslubu zaten bilirsən, məncə deməyimə ehtiyac yoxdur. Və bunu da deyim, unutma. Mətnlər əsasən, yəni buraxılış imtahanı düşən mətnlər əsasən çox vaxt birinci poetik, ikinci isə publisistik üslub ola bilər. Deməyəcəm %100 belə ola bilər. Bəzən yerlərini qarışdırırlar. Məsələn, birinci publisistik mətn gəlir, sonra isə poetik mətn gəlir. Ancaq başqa üslublarda, məsələn, elmi üslub olma ehtimalı da var, amma bu %10'u kəsb edir. İnanmıram bizim buraxılış imtahanında elə bir şey olsun. Sən hər zaman nəzərində publisistik və poetik üslubu saxla və bu qaydalara biraz üstünlük ver. Dediyim kimi, üslublardan da az məlumatlısansa, ortaq cəhətə ayrı-ayrı nə yaza bilərsən, onlara da baxa bilərsən. Elmi üslubu zaten fərqləndirməyi bilirsən, içində termin olan hər bir şey. Sən mətni oxudun, içində normal, məsələn, sanki Əli Əmi adında bir insan olsun. Məsələn, Əli Əminin başa düşməyəcəyi bir söz varsa, bil ki, o elmi üslubdadır. Məsələn, sən başa düşə bilərsən, çünki sən informasiyalarla zəngin bir insansan, amma yaşlı bir insan o sözü başa düşə bilməz. Bil ki, o mətin elmi üslubdadır və çərçivəyə də elmi üslub yaza bilərsən. Yaxşı, bəs belə suallar da ola bilər ki, hansı ki məcazlarla zənginləşdirin sualı var. Məcazlarla zənginləşdirmək üçün əvvəla sənin qrammatik bilgilərin, leksik bilgilərin daha çox olmalıdır. Necə yəni? Məsələn, belə bir nümunə verim. Məhəmməd mənə qar topu atdı. Belə bir cümlə var. Məhəmməd mənə qar topu atdı. Və sənə deyir ki, bu cümləni məcazlarla zənginləşdir. Bəzilərimiz bilir, bəzilərimiz isə bilmir. Sən bura belə fantastik sözlər, öz fantaziyalarından uyğun sözlər at. Məsələn, balaca Məhəmməd mənə buz kimi qar topunu atdı və ya buz kimi qar topu yağmuruna tutdu kimi yazaraq məcazlaşdıra bilərsən.
Bəs yaxşı Mərad, məcazlarımızı necə zənginləşdirək? Əlbəttə ki, leksik lüğət oxuyaraq, leksik qaydalarımızın üstündə işləyərək, hekayələr oxuyaraq da bunu gücləndirə bilərik. Qrammatika deyil də daha çox mətn suallarının üstünə gedəcəm. Çünki qrammatika zaten standart suallar olur. Mətnlə bağlı bildiyimiz digər şeylərdən biri də mətnin atalar sözləridir. Mətnin atalar sözlərini seçən zaman, məsələn, atalar sözlərini mətnin yerinə qoyub uyğun olub olmamasını yoxlayın. Məsələn, elə atalar sözü olur ki, mətnə 2 dəfə uyğun gəlir. Məsələn, 2 atalar sözü var, həm bu uyğun gəlir, həm uyğun gəlir. Bu zaman qayıdın və mətni bir daha oxuyun və bunlar sənə kömək edəcək. Mətndə başqa nəticəni artırmaq üçün bir taktika da deyim. Bunu çox insan gözündən qaçırdır, amma sən də bu videoyu izləyərək bu maddəni nəzərə ala bilərsən. Məsələn, mətn gəldi. Mətni oxuyursan. Nəsə uyğunsuzluq olan bir cümlə var. Məsələn, yuxarıda ağ rəng yazıb, aşağıda qara rəng yazıb. Məsələn, mən nümunə verdim. Onun bir altından xətt çək, bölünə bir ulduz və ya işarə qoy ki, sən məsələn elə bir sual versə, sən artıq biləsən ki, mən bunu işarətləmişdim, gedim qayıdım yazım. Ancaq sən mətni məsələn üzündən bir dəfə oxusan, o suala gəlsən, çaşıb qalacaqsan ki, ay Allah, bu cümlə harda idi ki, mən gedib bunu qeyd eləmədim. Mətni bir də başdan oxuyacaqsan. Bu da hətta sənin sualı yazmamağına, səhv yazmağına və ya başqa cümlə köçürtməyinə də səbəb ola bilər. O zaman mətni oxuyarkən içində qeyd etmələri yadından çıxarma. Bilirsən niyə görə? Çünki zaten bu sənin çox da bir vaxtını almayacaq və sənə daha çox bal qazandıracaq bir şeydir. Zaten bizim imtahanda məqsədimiz vaxt itirmək, qarşısını almaq deyil, daha çox bal toplamaqdır. Bacardığımızı qopartmalıyıq. Ona görə də mətndə vacib, mühüm bildiyin məqamları işarətlə, qeyd et və ya bölünə bir ulduz qoy. Başqa da məsələn, bu aralar biraz məşhur oldu bu suallar. Sözlərin altından xətt çəkir və deyir ki, buna yaxın olan leksik mənaları yazın. Məsələn, keçən imtahanlarda yəhər deyə bir söz var idi. Yəhər atın kürəyinə minmək üçün olan bir nalça və ya düşərçə deməkdir. Bir çox gənc bunu yaza bilmədi. Bunun da səbəbi bizim bədii əsərləri az oxumağımızdan irəli gəlir. Məsələn, 3-cü qrup ədəbiyyat üzrə hazırlaşanlar bu sözləri rahatlıqla bilə bilərlər. Ancaq bəzi 1-ci qruplar, hətta 4-cü qruplarda bu problemlər yarana bilər. Məsələn, nə edə bilərsən? Telefon oynayacağın vaxtda açıb 1-2 bədii kitab oxuya bilər, söz bazanı genişləndirə bilər, gündə 10 dənə çətin leksika sözü və ya arxaik sözlər əzbərləyərək söz bazanı genişləndirə bilərsən. Və ya bacarmadınsa, tutaq ki, artıq çox gecdir, imtahan gəlib çatıb, sən oxuya bilməmsən. O cümləni bir oxu. Məsələn, dedi ki, atı yəhər taxtı. Ata nə taxıla bilər məsələn? Yəhər taxtı. Hər halda ya döşəkçi olacaq, ya bir şey olacaq. Atın üzərində döşəkçi oturur. Biraz məntiqi əsaslı düşünməyi də özünə üstünlük bil. Çünki texniki fənlərə hazırlaşanların məntiqi daha güclü olur mənim fikrimcə. Biraz məntiqi yanaşmanı cəhd et. Heç deyilsə tam balda almasan, yarı balda səni kifayət qədər önə aparan bir şey olacaqdır. Bunu da nəzərə almağını istəyirəm. Bir də Azərbaycan dilinin qrammatikası ilə mətnini sıra fərqi ilə də yaza bilərsən və ya eyni sıralama ilə də yaza bilərsən. Mən deyərdim ki, mətni oxuyandan sonra dərhal açıq sualları gedəsən. Niyə? Çünki açıq suallar daha çox bal verir. Bir açıq sual 2 dənə qapalı sualın balının dəyərində olduğuna görə açıq suallardan nə qədər çox düz yazsan, o qədər yaxşıdır. Və bəzi suallar da var ki, məsələn, mətndəkindən fərqli mənada işlədin. Burada gördüyün kimi yenə leksik, qrammatik, lüğət bilgin dövrəyə girir, dövrəyə daxil olur. Yəni, yekun olaraq bunları nəzərə almalısan. Ümumi olaraq bir nəticə çıxartsaq, Azərbaycan dilində sadəcə qayda oxumadan da nəticəni artıra bilərsən. Elə gözəl bir sistem quraşdırıblar ki, qayda oxuyan deyil də, söz bazası biliyi çox olan balı toplaya bilir. Mən də bu nəticələr vasitəsilə balımı 92.5-ə çıxara bildim. Hədəfimiz 100 baldır. Əlbəttə ki, əgər bir problem olmasa 100 balı toplayacağam Azərbaycan dilindən. Və bunu da paylaşmağımın səbəbi ondadır ki, məsələn, 60 yığan yoldaşlarım 70 yığa bilsin, 70 yığan yoldaşlarım 80 yığa bilsin, 80 yığan yoldaşlarım isə 85, hətta 90 bala qədər qalxa bilsin. Bəlkə də bu maddələrin bir çoxunu bilirdin. Bəlkə də bu maddələrin bəzilərini yeni öyrəndin. Amma yenə də olsun. Bəziləri sənə təkrar oldu, xatırlatdı. Bəziləri isə sənə yeni bir şey qatdı. Əgər sənin də buraxılış imtahanında istifadə etdiyin taktikalar, metodikalar varsa, şərhlər qismində mənlə bölüşməyə çəkinmə. Həm beləliklə mən öyrənərəm, həm də sənin kimi digər imtahana hazırlaşan yoldaşların da bunları öyrənə bilərlər.
Yenə dediyim kimi qeydlərinin üstündə bir dəfə işlə, hər birini tək-tək nəzər et, hansı mənim nəticəmi artıra bilər, hansını zaten bilirdim, onları qeyd et və beləliklə imtahan nəticəni də əminəm ki, artıra biləcəksən. Növbəti buraxılış imtahanı olacaq. Buna qədər nəticələrini artıra bilərsən, bir dəfə yoxla, üstündən get, balın nə qədər artdığı şərhlər qismində də yaza bilərsən. İzlədiyin üçün təşəkkür edirəm. Faydalı gəldiysə kanala da abunə ola bilər və WhatsApp kanalımıza da qatıla bilərsən açıqlamadakı linklər. Sağ ol, salamat qal.